Ona görə məsləhət görəcəyim proqramlar olacaq sizə. Bu nə bəxtsizlikdir belə. Video başlamamışdan belə yağış yağmağa başladı. İlan qurbağa yeyəsən. Yox, içində ilan qurbağa yemirlər, amma maraqlı yeməkləri var, elə yeməyimizdə. Təyyarədən düşdükdən sonra gördüm ki, qardaş, bura aradır. Burada Qaldığım otel biraz bu formada ticarətin oynadığı yerdədir. İndi biz yaxınlaşırıq yol kənarına. Buradan bir velosiped götürüb sizə aparacam bu gün maraqlı bir yerləri göstərməyə, həm də biraz söhbət edək. Çinə ilk dəfə gələndə nə etməlisiniz, hansı proqramları yükləməlisiniz. Əsas odur, qorxmamalısınız. Model olaraq fərqli modellər var, amma bizim hal-hazırda istifadə edəcəyimiz model Alipay proqramının özünün olan bu velosiped. Bu gün biz bununla gəzəcəyik. Bəxtimizdən yağış yağır, amma yağış yağmağı bizə əngəldir. Yox. Biz videomuzu çəkək. Deməli, nə edirik dostlar? Velosipedlərin hər birinin burasında və arxa hissəsində QR kodlar olur. Alipay'də üst hissədə görürsünüz səyahət, para al, tarayın. Tarayını vururuq və velosipedin QR kodunu skan edirik. Skan etdikdən sonra bizə bu formada açılır. Davam etdiririk. Ödənişimizi eləyirik. 1.8 yan tamamlayır və velosiped bizə salam deyir. İndi eşitmirsiniz səsini, amma hello falan deyir və başlayırıq sürməyə. Bu arada yəqin ki, yağışı görürsünüz. Bu yağışın altında sizin üçün video çəkirəm. Yəqin ki, bu video bir like-a haqq eləyər. Bu nə bəxtsizlikdir belə. Video başlamamışdan belə yağış yağmağa başladı. Burada insanların hər birinin, yəni mütləq şəkildə bir zontiki var, çətiri var. Zontik deməyək, səhv axtaracaqlar sonra videoda. Velosiped bizi gözləyir, o sumkamız da orada. Əslində heyf istəmirəm ilk videomuzun belə başlamağına. Hər şeydə bir xeyir var deyərlər. Deməli, belə danışaq hələ ki, bax biz hal-hazırda buradayıq. Və buradan gedəcəyik biz bu parka. Parka gedib gəzəcəyik və sizə orada parkı göstərəcəm. Həm də orada biraz dərdləşək, necə deyərlər. Fürsətdən istifadə edeyim, bununla başlayalım sizə. Çinin bütün hər tərəfində demək olar ki, insandan çox kameralar var. Siz ölkəyə girdikdə istəyir xarici vətəndaş olun, istəyir Çin vətəndaşı olun, fərq etməz. Sərhəd keçdikdə aeroportda sizin həm face control, həm barmaq izlərinizi, həm üzünüzün biometriyasını götürürlər. Çin şəhərində hər hansısa bir axtarışda olsanız və yaxud da sizi kiməsə əl qaldırsanız, kimlərsə probleminiz olsa, sizi 2x2 tapa bilirlər. Bu kameralar hər kameranın altından keçəndə sizin şəklinizi çəkir. İstəyirsiniz maşın sürün, istəyirsiniz velosiped sürün. Yağış biraz yavaşladı. Yaxşı Çinli də mənə bir zontik verdi ki, yağışda çox qalma. Zontik əlimdə saxlayıb, proqramı hazırlamışam. AMF-də bizim gedəcəyimiz ünvana doğru bir navigasyon var. Gedək başımıza nə iş gəlir. Çatdıq parka. Parka çatdıqdan sonra nə edirik? Eyni qaydada yenə Alipay'imizi açırıq. QR kod oxutmaq. Velosipedi park yerinə qoyun deyirlər. Hal-hazırda velosipedi park yerinə qoymuşuq. Və bitdi. Yolda sizin üçün video çəkə bilmədim. Çünki iki əlimlə mümkün deyildi. Amma gedək parka baxaq. Biraz da orada söhbət edək.
İnanın mənə, insan özünü tam başqa bir dünyada hiss edir. Bu kanalı yeni açmışıq. İnşallah sizin də dəstəyinizlə bu kanalı böyüdüb. Mənim düşüncəm budur ki, bu kanalda sırf Çinə aid, Çinin şəhərlərinə aid məlumatlar paylaşım. Buranın bazarları, buranın ticarət mərkəzləri, buranın həyatı, buranın turizmi, buranın hər şey haqqında sizə məlumatlar verəcəm bu videolarda. Sizdən sadəcə xahişim 1 saniyənizi ayırıb bu videoya like qoyub və kanala abunə olmağınızdır. Ödənişsizdir bu. Sadəcə bizə dəstək üçün. Mən bu parka gəlməmişdən qabaq xəritədə baxanda parkın ortasında bir gölün olduğunu görmüşdüm, amma tapa bilmirdim. Axır ki, gəlib tapdıq. Üzmək olmaz, balıqlara yem atmaq olmaz, tor atmaq olmaz, balıqları tutmaq olmaz. Məlumatları da veriblər. Məncə buranı zibilləmək, buranı çirkləndirmək heç Allahın da xoşuna getməz. Ne gözəldir bu. Fərqli ağaçlar olduğu kimi burada fərqli heyvan növləri də var. Mənim görmədiyim quşlar, spağalar. Burada dəhşət çox mən nə görmüşəm, ilbiz. Yolda yağış yağan kimi hamısı otların arasından yola çıxırlar. Hələ ki qabağımıza çıxmayıb, amma çıxsa göstərəcəm sizə. Bayaq sizə dediyim kamera sistemləri görürsünüz. Parkın hər yerində. Bura parkın ortasında tualet yaradıblar. Burada oturub çayınızı, çörəyinizi yeyə biləcəyiniz, dostlarınızla söhbətləşə biləcəyiniz masalar var. Təbiəti çox gözəl qoruyurlar. Halal olsun. Dostlar, sizə bir şey etiraf edeyim. Mən bu parka gəlməmişdən öncə şəkillərinə baxdım, videolarına baxdım. İlk öncə elə bildim ki, bu Photoshopdur, hazırlanmış şəkillərdir. Amma parkla gəlib tanış olduqdan sonra nə qədər gözəl, nə qədər real olduğunu şəhərin ortasında bu cür park, bu cür gözəlliyi salmaq nə qədər il lazımdır, nə qədər ağıl lazımdır. Amma canlı görəndə başa düşdüm ki, bu park artıq şəkillərdəkindən də daha gözəldir. Şəkillər bu parkın gözəlliyini əks etdirmir. Sizin burada izlədiyiniz bu görüntülər gözlə görüləcək qədər gözəldir. Yəni
professional kamera bu gözəllikləri sizə göstərə bilməz. Öz gözünüzlə görməlisiniz mütləq. Uşaqlar, bir söz deyim sizə. Mən Çinə gəlməmişdən öncə elə düşünürdüm ki, Çində təyyarədən düşəcəm. İnternetim varsa hər şeyə, yəni əlim çatacaq. Amma təyyarədən düşdükdən sonra gördüm ki, qardaş, bura haradır? Burada nə WhatsApp işləyir, nə TikTok, nə Instagram, nə Google'un proqramları, nə Google Translate, heç biri işləmir. Əslində işləyir, ancaq VPN lazımdır burada işləmək üçün. VPN-i mən sizə məsləhət görərəm. Azərbaycandan gəlməmişdən öncə VPN proqramları mən sizə tövsiyə edərəm. Onları yükləyin ki, bura gəldikdə artıq aeroportda çıxılmaz vəziyyətdə qalmayın. Çünki burada danışacağınız dil ingilis dili və rus dilidir. Ancaq 2% insan ingilis dili, rus dili bilir ya bilmir. Onlarla heç cürə anlaşa bilmirsiniz. Yazılarını oxuya bilmirsiniz, dillərini başa düşə bilmirsiniz. Ona görə məsləhət görəcəyim proqramlar olacaq sizə. Yerləşdirəcəm. Bir-bir şəkillərinə baxın. Hansı proqramlardan istifadə etmək lazımdır? Hansı proqramlar gəlmədən öncə telefonunuza yükləyib hazırı saxlayın ki, Çinə düşdüyünüz an internetin sürəti çox sürətlidir. Amma bizim işlətdiyimiz, normal gündəlik həyatda işlətdiyimiz proqramların heç biri çalışmayacaq. WhatsApp da buna daxildir. Çində həyat necədir? Çində nə yeməklər yeyilir, Çində yaşayış necədir, insanları necə yaşayır, insanlar nə ilə məşğul olur. Gördüyüm hər bir şeyi sizinlə bu kanalda bölüşəcəm. Ona görə bu kanala abunə olmağınızı sizdən xahiş edirəm. Mən YouTube videoları ilk dəfədir çəkirəm. Bir səhvimiz varsa, türklər demişəm, affola. Çünki mən burada yaşadığım hər bir şeyi sizinlə bölüşəcəm bu videoda. Mən əslində burada video çəkmək üçün və yaxud da blogerlik üçün gəlməmişəm. Sadəcə bu ətrafımda gördüyüm bu gözəllikləri sizinlə bölüşmək üçün bu kanalı açdım və ola bilər ki, tez-tez paylaşımlarım olmasın, amma gördüyüm ən maraqlı şeyləri video formatında olmasa da YouTube'da Shorts formatında tez-tez paylaşacağım. Bu qədər istirahət bəsdir, biraz çıxaq parkı gəzək və parkın gözəlliklərini sizə göstərim. Park gəzintisindən sonra biraz acdıq və o hamının verdiyi sual ki, Çində nə yeyəsən? İlan qurbağa yeyəsən? Yox, Çində ilan qurbağa yemirlər, amma maraqlı yeməkləri var. Elə yeməyimiz də gəldi. İndi sizə tanış eləyəcəm yeməyi. Müsəlmanlar üçün də olan restoranlar var. Qoyun əti var, mal əti var. Bildiyimiz kabab var, hətta Uyğurlar var, kabab restoranları var. Amma bu çox azdır. Yəni hər küçədə tutaq ki, 5 dənə Çin restoranı varsa, bir dənə fərqli ölkənin restoranları var. Ən çox burada Uyğurlardır. Maraqlı yeməkləri var. İndi bir restoran var, sizdən tanış eləyəm bu restoranı. Bu formada Çinə gəlsəz, baxarsınız. 2 kök, qırmızı və sarı rəngdə kök restoranı var. Adı tam olaraq nədir onu da bilmirəm. Amma yaxşı yeməkləri var. İndi yeməyimizi yeyək, dadına baxaq, sizə də sonra necə olduğunu deyərəm. Bugünkü gəzintimiz bitdi. Sizə başa salmaq istədiyim, göstərmək istədiyim hələ çox şey var. Gələn videolarda görüşənədək mən çatdım otelimə. Qalxım, biraz istirahət edeyim. Özünüzə müğayət olun. Kanala abunə olmağı da unutmayın.